Hərəkət eləyə bilməyimiz üçün ən vacib şərt müvazinətin saxlanılması və hərəkətlərin koordinasiyasına nəzarətdir. Əzələlər və sümüklərimiz arasında nə qədər güclü əlaqə olsa da, müvazinət sistemimiz işləməsə, biz nəinki hərəkət eləmək, heç ayaq üstə belə dura bilməzdik. Müvazinət sisteminin işi sayəsində insan hətta nazik ipin üzərində belə yeriyə bilər. Bu sistem hər an bizim hərəkətlərimizi qaydasında saxlayır. Bu sistem daxili qulaqda yerləşir. Bu hissə labirint adlanır. Təsəvvür edin ki, müvazinətimizi saxlayan toxuma hissəsi noxud boydadır və quruluşca ilbizə bənzəyir. O, 3 ədəd xırda sümüklərdən təşkil olunmuşdur. Bu sümüklərin daxilində xüsusi endolimfa adlanan maye yerləşdirilib. Sümüklərin daxili səthi isə tüksüklərlə örtülüb. Bədənimizin ən cüzi hərəkəti belə ilbiz hissənin daxilindəki bu mayeni, yəni endolimfanı hərəkətə gətirir. Mayenin hərəkəti isə öz növbəsində bu tüksükləri hərəkətə gətirir. Tüksükləri mühərrik hissəsi kimi təsəvvür eləyəsi olsaq, onda sanki bir istiqamətə yönlənəndə mühərriki işə salır, digər istiqamətə yönləndirdikdə isə dayandırırlar. Tüksüklərin daimi dalğavari hərəkəti zəncirvari kimyəvi reaksiyalara səbəb olaraq elektrik impulslarının yaranmasına səbəb olur. Bu impulslar sinir uclarının köməyi ilə beynin arxa hissəsindəki beyinciyə ötürülür. Beyincik də öz növbəsində daxili qulaqdan hər saniyə daxil olan siqnalları analiz edir. Amma müvazinəti saxlamaq üçün beyinciyə başqa məlumatlar da lazımdır. Bizim vertikal vəziyyətdə dayanmağımız üçün beyincik ayaqda, pəncədə, kürəkdə, boyunda yerləşən milyardlarla reseptordan daxil olan informasiyanı analiz edir və saniyənin mində birində möcüzəvi şəkildə bədənin necə dayanmalı olduğunu hesablayır və əzələlərə hansı istiqamətdə getməli olduqları, necə dayanmaları barədə məlumat göndərir. İnsan bədəni daim hərəkətdədir və çox müxtəlif istiqamətlərdə hərəkət edir. Ona görə də bədənimizin ağırlıq mərkəzi hər saniyə yerini dəyişir və lazım olan hesablamalar hər saniyə beyincik tərəfindən yenidən hesablanır. Bizimsə heç bunlardan xəbərimiz də olmur.